Kim deyə bilər, bu tüstü dumanı və fişənglərlə nəyi təqdim eləyirlər? Sən demə, Şahpulov təqdimatıymış. Deməli, Dolunayda ailəvi set götürmüşdük. Şahpulovun səhnədə bu cür təqdimatı diqqətimizi çəkdi. Mən isə sizin diqqətinizi 4 nəfərlik bu ailə setinə yönəldim. Deməli, burada soyuq qəlyanaltılar, salatlar, isti yeməklər, pizza və qarışıq kabablar yer alır. Salatlardan paytaxt və ya mimozadan birini seçirsiniz. İsti yeməklərdən isə topuda çoban qovurma və ya toyuq qovurma ilə pizza seçə bilərsiniz. Bu setin qiyməti 99 manatdır. 8% də servis haqqı var. İnsafən, vicdanən yeməklərin keyfiyyəti normaldır. Yəni durub nəyisə yalandan pisləsəm haqsızlıq olar. Xidmətləri isə yüksək səviyyədə. Azərbaycan xalqı kartof sevər, yəni setdə kartof olmadısa, o da bir nəsə çatmır. Pastırmanı xanımlar bəyənmədi. Dedilər biraz sərtdir. Buydur sərt, əvladı ki. Ya dişim itidir, ya amma çox yaxşıdır, zarafatsız. Amma çox doyumlu, bir ailənin tam doya biləcəyi bir setdir. Eşitdiyimə görə xeyli də müştərisi var, daimi müştəriləri var. Dolunayda tez-tez banketlər olur. Ad gün oldu, nişan oldu, xınayaxtı oldu, son zəngi oldu. Bura gəlirlər sırf yeməklərinin keyfiyyətinə görə. Videonu yadda saxlayın, şad günləriniz olsa buranı yoxlaya bilərsiniz. Dolunay keçmiş Varovski dairəsi yaxınlığında, Məsud Davudoğlu 6B ünvanında yerləşir. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.